Azərbaycanda universitet yoxdur. Bəli, bu dediyim sizi təəccübləndirməsin. Universitet mahiyyət etibarilə müxtəlif elm sahələri üzrə nəzəri və tətbiqi elmi tədqiqatlar aparan, geniş ixtisas intervalında ali təhsil verən və elmi kadrlar hazırlayan çoxtərəfli ali məktəb statusunda olan bir müəssisədir, bir yerdir, məfhumdur. Bir ikisini çıxsaq, Azərbaycandakı universitetlərin apardığı siyasətin bu izahla, bu açıqlama ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Hər şeydən əvvəl müasir kapitalist sistemdə universitetlər akademik institut məkanından çox kapitalist sistemdə əmək bazarına və istehlak mexanizminə xidmət edən vasitəyə çevrilib. Belə olduğu halda universitetin fundamental rolu olan tənqidi təfəkkürün inkişaf etdirilməsi, akademik baza yaratmaq, cəmiyyətə istiqamət verən intellektual fərd yetişdirmək yaşadığımız sistemin təbiətinə ziddir. Bəs buna görə də təhsilin biznesə çevrilməsi universitetlərin də universal dəyərini məhv edir. Əvəzində isə spektrdakı o ixtisaslaşma nəticəsində formalaşan ixtisaslı kadrların hansısa müəssisə ya da şirkət daxilində təcrübə adı ilə istismar edilməsinə və nəticədə də daima istehsal və istehlak dövriyyəsində yaradıcılığının itməsi ilə mümkün potensialına çata bilməməsinə səbəb olur. Bu qlobal reallıq da bizi bu cür məsələlərə sistematik baxmağa vadar edir. Bu məsələ sosioloji konsensus əsasında dəyərləndirilməlidir. Hansısa X tələbənin özünün çatışmazlığı deyil, hansısa X müəllimin ixtisaslı kadr kimi yetişə bilməməsi deyil, ya da etnik Azərbaycanlı tələbənin etnik Alman tələbədən IQ olaraq daha aşağı olması demək də deyil. Dostlar, gələn dəfə hansısa tələbəni, hansısa şagirdi belə hər şey özündən asılıdır deyib günahlandıranda 2 dəfə fikirləşin. Bunu da nəzərə alın. Sistem hər şeyin fundamentidir. Bunu başa düşmək üçün çox da dərinə getməyə ehtiyac yoxdur. Bizim yaşadığımız bu nizam sistem tərəfindən, kapitalist, vəhşi bir sistem tərəfindən formalaşdırılıb. Və biz o nizama uyğun yaşamağa məcbur olduğumuz üçün hər kəsi günahlandırırıq, hər kəsdə boşluq axtarırıq. Əslində, yenə deyirəm, biz insanıq və sistem bizi formalaşdırmamalıdır. Biz sistemi formalaşdırırıq. Bugün isə tam əksi olur. Bu da qaçılmaz reallıqdır. İstəyirsiniz qəbul edin, istəyirsiniz qəbul eləməyin.